Hörmətli izləyicilər, Tovuz rayonundan şikayətçi Akif İbrahimov yenidən kanalımıza müraciət edib, Məşədlər kənd sakini. Təqaüdçü müəllim, Yeni Azərbaycan Partiyasının üzvü Akif İbrahimov əvvəllər də bizim kanalımıza müraciət edib, ona qarşı, onun övladlarına qarşı Tovuz Dövlət Sosial-İqtisadi Kollecində baş verən qanunsuzluqları və bu qanunsuzların başında dayanan birbaşa direktor Hicran Əyibova haqqında fikirlərini bildirib və bunu biz deməli ictimailəşdirmişik. Ancaq qarşı tərəf olaraq dəfələrlə bəyan etməyimizə baxmayaraq qarşı tərəf heç bir münasibət bildirmir baş verənlərlə bağlı və bu gün növbəti bir şəkili Akif İbrahimov kanalımıza atıb və iddia edir ki, məktəbin dəhlizlərində Hicran Əyibova ümumilli liderin şəklini, ulu öndərin şəklini yəni götüzdürərək, cənab prezidentin şəklini götüzdürərək öz portretlərini atıb və astırıb oradan və bugün onun başının üstündən də biz görürük ki, ona məxsus hansısa belə deyək ki, rəssam tərəfindən mi deyək, hansısa şəkil çəkməyi bacaran şəxs tərəfindən çəkilən portretləri başının üstündən asıb deyə müraciətdə bildirilir. Hər halda bütün bunlarla bağlı biz qarşı tərəfin mövqeyini dinləməyə hazırıq və gəlin indi biz şikayətçinin fikirlərini onun dilindən eşidək. O səs yazısı atıb bizə və iddialar da ona birbaşa ona aiddir. Məsələ ilə bağlı biz bir daha bəyan edirik ki, hörmətli Hicran Əyibovanın fikirləri biz üçün maraqlı olardı. Ümumiyyətlə o kollecdə nələr baş verir, deyilənlər nə dərəcədə realdır, bununla bağlı münasibətin bildirməsini istərdik. Əgər susqunluq baş verirsə, deməli deyilənlərlə razılaşmaq anlamına gəlir. Akif İbrahimovun kifayət qədər təhsil sahəsinə təcrübəsi var, qocaman bir müəllimdir və idarəçilik təcrübəsi var və fikirlərində də çox məntiq var. Hər halda hesab edirik ki, onun bir ölkə vətəndaşı kimi, ölkə ziyalısı kimi hansısa məsələyə öz təklifini, tələbini irəli sürmək hüququ var. Gəlin şikayətçini dinləyək. Buyurun, izləyin. Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Hicran Əyibova Heydər Əliyevin şəklini çıxardıb, öz şəklini asıb. Bu nə dərəcədə düzdür ki, demək, direktor öz otağının öz şəklini assın. Bu nə hərc-mərclikdir, bu nə riyakarlıqdır, özünü belə hər yerə belə tanıtmaqdır ki, mən beləyəm. Bütün müəllimlər, laborantlar hamısı qorxusundan əsim əsir. Orayı elə bir sıfata salıb ki, hamı qorxaq və yaltaq olub. Buna söz daşıyandır. Çox xahiş edirəm, bu haqda bir təsirli tədbir görülməsinə bir şərait yaradasınız. Mən İbrahimov Akif Əlioğluyam. Tovuz rayonu Məşədlər kənd sakiniyəm. Dəfələrlə Respublikanın region TV-lərində çıxış eləmişəm. Hicran Əyibovanın bütün rüşvətxorluğunu, korrupsiyalarını göstərmişəm. Mən bilmirəm, prezidentimiz deyir ki, hər dəqiqə bana siqnal verin. Mən siqnal verməkdən öldüm. İndi bunu prezidentə çatdırmırlar mı? Mən başa düşə bilmirəm. Amma bunu gündən günə Təhsil Nazirliyi, ən əsas da Təhsil Nazirliyi yanında Elm və Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri bununla pişləndirir, laf şişirdir, bunun arxasında durur. Bu nə karədir ki, heç nəyə qabil olmayan, qabiliyyəti olmayan bir adam, ixtisası da İngilis dilidir. Tovuz Dövlət Sosial-İqtisadi Kolleci də İxtisas yönümlü kollecdir. Buraya ixtisas yönümlü elmlər namizədi, elmlər doktoru gəlməlidir ki, özdə insan olmalıdır. Belə insan yox. Gələn gündən müəllimləri işdən çıxardır, təhqir eləyir, yersiz pis sözlər deyir. 30'a yaxın, demək bir il bunun sınaq müddəti var. Hələ bunun 7-ci, 8-ci ayı gedir. Bu 30'a yaxın işçi götürüb. Kim nə bilir ki, o işçidən nələr alınıb, nələr almayıb. Bu demək olar mı ki, bu heç nə almayıb, ya alıb. Bu demək almasa onu heç kim işə adam qoymaz. Hamı bilir ki, Respublikada rüşvət tuğyan eləyir. Bu da ki, o rüşvətin içində korrupsiyanerin
yüksək korrupsionerdir rüşvətxorluğun içində. Çox xahiş edirəm, mənim bu çıxışımı işıqlandırasınız. İbrahimov Akif Əlioğlu, Məşədlər kənd sakini, 2-ci qrup əmək əlili, pensiyaçı, yapın üzvüyəm. Çox sağ olun, diqqətinə görə təşəkkür edirəm.